Salam, növbəti dərsimiz SSR mövzusu olacaq. Sovet Sosialist Respublikaların İttifaqı. 1920-1930-cu illərdə SSR-də baş verən hadisələrdən bəhs edəcəm bu dərsdə. Bildiyimiz üzrə Rusiyada Romanovlar sülaləsinin hardasa 300 illik 1613-cü ildən 1917-ci ilə qədər bir hakimiyyəti olmuşdur. Lakin Rusiya 1914-1918-ci illərdə iştirak etdiyi dünya müharibəsindəki o məğlubiyyətlər, cəbhədəki məğlubiyyətlər əhalinin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Bu da gətirib Rusiyada böyük bir çevrilişə, inqilaba səbəb oldu. 1917-ci ilin fevral ayında Rusiyada böyük bir burjua inqilabı oldu. İnqilab baş verdi. İnqilabın nəticələri: 1. Romanovlar sülaləsi devrildi. Yəni tək hakimiyyətlik, monarxiya bitdi. Rusiyada iki hakimiyyətlik yarandı. Bir tərəfdə müvəqqəti hökumətin üzvləri burjuaziya və mülkədarlar idi. Digər tərəfdə isə ikinci hakimiyyət fəhlə deputatları soveti. Bu fəhlə kəndli hökuməti idi, belə adlanırdı. Fəhlə deputatları soveti başçısı Lenin idi. Beləcə 1917-ci ilin fevral burjua inqilabı ilə Romanovlar devrildi. Rusiyada iki hakimiyyət yarandı. Birisi müvəqqəti hökumət, biri isə fəhlə deputatları soveti. Ardınca 1917-ci ilin avqustunda Rusiyada ikinci bir çevriliş oldu. Bu, komandan general Kornilov qiyamı idi. Kornilov istəyir ki, hakimiyyəti öz əlinə gəlmişdirsin. Lakin onun qiyamı susturuldu. Lakin Kornilov qiyamı müvəqqəti hökuməti sarsıtdı. Ardınca 1917-ci ilin sentyabrında Rusiya tarixində ilk dəfə olaraq respublika elan olundu. Rusiya respublika elan olundu 1917-ci ilin sentyabrında. Üçüncü çevriliş 1917-ci il oktyabrında oldu. Bunu fəhlə deputatlar soveti Lenin etdi. Bunların digər adı bolşeviklər idi. Bolşevik çevrilişi nəticəsində iki hakimiyyətlik bitdi. Müvəqqəti hökumət rəsmən süqut etdi. Artıq Rusiyada bir hakimiyyət orqanı qaldı. O da fəhlə deputatları soveti. Çevriliş edəndən sonra isə Lenin hökuməti bir neçə tədbirlər gördü. Özünü xalq komissarlarının soveti rəhbəri elan etdi. Həmçinin də bütün vətəndaşların hüquq bərabərliyini elan etdi. Bəs görürsən, niyə? Müvəqqəti hökumət Rusiyada hakimiyyəti tam ələ ala bilmədi. Bunu niyə görürsən? Müvəqqəti hökumətin əhali içərisində nüfuzu çox deyildi. Niyə? Çünki müvəqqəti hökumət Rusiyanı müharibədən çıxarmadı. Amma bununla yanaşı isə bolşeviklər, fəhlə deputatlar soveti Lenin isə əhaliyə təbliğ edirdi ki, əgər bizdən hakimiyyətə gəlsək, iki şey edəcək. Bir, Rusiyanı dünya müharibəsindən çıxaracaq. 2. Sizlərə torpaq verəcək. 2. Bu, belə deyək, təbliğat bunların tərəfdarlarını artırdı. Və ona görə də 1917-ci il oktyabr çevrilişi ilə müvəqqəti hökumət süqut etdi, Rusiyada tək hakimiyyətli yarandı. Lenin başçılığı ilə bolşevik hökuməti yarandı artıq. 1918-ci ilin martında Lenin sözünün birinin üstündə durdu. Müharibənin gedişatında müharibədən Sovet Rusiyasını çıxardı. 1918 martında Brest-Litovsk müqaviləsi imzalandı. Kim arasında? Sovet Rusiyası ilə Almanya arasında. Sovet Rusiyası müharibədən rəsmən çıxdı. Ardınca isə Lenin hakimiyyətə ələ keçəndən sonra 1917-ci il oktyabrında ali hakimiyyət orqanlarının müəssisələr məclisini qovdu. Bu da vətəndaş müharibəsinə gətirib çıxartdı. Beləcə 1918-1920-ci ildə Rus vətəndaş müharibəsi oldu. Rus vətəndaş müharibəsi kimlər arasında oldu? Bolşeviklərlə menşeviklər. Bolşeviklərin rəhbəri Lenindir. Bolşeviklərin digər adı bəzən yazılır qırmızı qvardiyaçılar, bəzən də yazılır kommunistlər. Menşeviklər isə devrilmiş çar qüvvələri idi. Bunlar ağ qvardiyaçılar idi. 1918-1920 Rus vətəndaş müharibəsi oldu. 1918-ci ildə konstitusiya qəbul olundu Rusiyada ilk dəfə olaraq. Beləcə RSFSR yaradıldı. Rusiya Sovet Federativ Sosialist Respublikası. RSFSR, SSR deyil abi. 1918-ci il konstitusiyası ilə RSFSR yaradılmış oldu. Ardınca vətəndaş müharibəsi gedişatında Rusiya Sovet Federativ Sosialist Respublikası Lenin başçılığı ilə müharibəni udması üçün hərbi kommunizm islahat proqramını başladı. 1918-1920. Hərbi kommunizm nədir? Kommunistlər, bolşeviklər, Lenin hökuməti Rusiyanı kənd-bəkənd gəzərək taxıl və taxıl məhsullarının dövlət müsadirəsinə əllərinə keçirdiyini elan etdilər. Və bununla da əllərində bol qida ehtiyatı yarandı ki, bu da onların qalib gəlməsinin səbəblərindən biridir. Hərbi kommunizm siyasəti 1918-1920. Ardınca isə vətəndaş müharibəsi bitəndən sonra 1920-ci illərin əvvəlində Lenin hökuməti ikinci islahat proqramını başlatdı.
Bu yeni iqtisadi siyasət YİS'dir. YİS hərbi komünizmin əksidir. YİS'də artıq azad ticarət yaradılırdı. YİS'də artıq kəndlilər taxıl məhsullarını bazarda açıq şəkildə sata bilərdi. Təbii ki, dövlətə yeni vergi verməlidirlər. Bu arada qeyd etməliyik ki, hərbi komünizm illərində kəndlərin dövlətə verdiyi verginin adı ərzaq sapalağı idi. YİS dövründə isə ərzaq vergisi idi. Ərzaq vergisi YİS dövründə olub. Hərbi komünizmdəki ərzaq sapalağı vergisindən ərzaq sapalağı çox-çox az idi. Və YİS dövründə kəndlilərin təsərrüfata öz işinə marağı artdı. Çünki onlar öz məhsullarını kənddə satmağa başladılar. Və YİS dövründə müştərək müəssisələr yaradıldı. Belə deyək, qolçomakların, yeni kənd varlarının sayı artdı kənddə və iqtisadiyyat nə oldu? Canlandı. Amma hərbi komünizm iqtisadiyyatı çox pis günə, bərbad günə qoymuşdur. Ardınca Sovet Rusiyası 1921-ci ildə İran, Türkiyə, Əfqanistanla müqavilələr imzaladı, bir neçə iqtisadi müqavilələr. Həmçinin 1922-ci ildə Sovet Rusiyası İtaliyadakı Genya konferansında iştirak etdi. Konferansın gedişatında 1922-ci ildə Sovet Rusiyası ilə Almaniya arasında Rapollo'da bir müqavilə imzalandı ki, bu da hər iki dövlətin iqtisadi blokadadan çıxması yolunda ilk addım idi. Ardınca Sovet Rusiyası SSR-in yaradılması üçün addımlar atdı. 1922-ci ilin dekabrın əvvəllərində ZSFSR yaradıldı. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. ZSFSR-də kimlər var idi? ZSFSR-də 3 Zaqafqaziya ölkəsi, yəni Cənubi Qafqaz ölkələri var idi. Azərbaycan, Ermənistan, Gürcüstan. 1922-ci ilin dekabrın əvvəllərində bu 3 dövlətin bir qurumu yaradıldı. Adı nə oldu? ZSFSR. Ardından isə 1922-ci ilin dekabrın sonunda SSR yaradıldı. Sovet Sosialist Respublikalar İttifaqı. SSR-də kimlər var idi yaradılan zaman? ZSFSR, yəni Azərbaycan, Ermənistan, Gürcüstan üçü bu qurumda idi. Ukrayna SSR, Belarusiya SSR və Rusiya SSR. Bu 4 qurum, yəni ZSFSR, Ukrayna, Belarusiya və Rusiya birləşərək SSR adlı bir dövləti qurdular. SSR 1922-ci ilin dekabrından tam 1991-ci ilin dekabrına qədər mövcud olan böyük bir dövlət idi. Bu arada abituriyentlərin ən çox səs aldığı məsələlərdən biridir. 1922-ci ilin dekabrın sonuna qədər, yəni SSR-in yaradılmasına qədər olan bundan əvvəlki saydığımız bütün hadisələr SSR-ə aid deyil. Tutaq ki, belə deyil, Genya konfransı, hərbi komünizm, Brest-Litovsk müqaviləsi və həmçində deyə bilərik ki, Konstitusiyanın qəbul 18-ci ilin Konstitusiyası bu SSR-ə və yaxud da Sovet Rusiyasına aiddir. Ardınca isə SSR-in ilk konstitusiyası qəbul olundu 1924-cü ildə. Bu birinci konstitusiya idi. 1924-də. Sonra isə SSR artıq qurulandan sonra 1922-ci dekabrında islahatlar proqramına başlanır. Bu islahatlar proqramı ümumiyyətlə qeyd etməli ki, SSR-ni quran ilk rəhbəri Lenin idi, lakin SSR-ni möhkəmləndirən, orada diktaturanı, tək hakimiyyətliyi quran isə təbii ki, Stalin idi. Bu sosialist yayınan qurmaları Stalinin adı ilə bağlı idi. SSR-nin ikinci rəhbəri idi. O Stalin 1900 qeyd etməli ki, belə deyək, Lenin ölümündən sonra ta 1953-cü ilə gələn, hardasa 30 illik onun hakimiyyəti olmuşdur. Bu islahatlar proqramı adlanır sosialist yenidən qurmaları. Sosialist yenidən qurmalarına 4 mərhələ var burada. Sənayeləşdirmə, kollektivləşdirmə, repressiyalar və mədəni quruculuq. İlk olaraq biz başlayırıq sənayeləşdirmədən. Sənayeləşdirmə 1925-ci ildə elan olundu. Sənayeləşdirmənin məqsədi o idi ki, SSR-ni aqrar ölkədən sənaye ölkəsinə çevirmək idi. Sənayeləşdirmənin mahiyyəti nə idi? Sənayeləşdirməyə bir növ YİS-ə son qoyulur 25-də. YİS əgər azad ticarət idisə, sənayeləşdirmə bunun əksi idi. Artıq özəl sahibkarlıq ləğv olunmağa başlayır sənayeləşdirmə illərində. İnsanların ağır, belə deyək, istismar nəticəsində SSR-də ağır sənaye yaradılır. Və bununla da artıq SSR-i 20-ci illərin sonları, 30-cu illərin birinci yarısında sənaye ölkəsinə çevrilməyə doğru getmiş olur. İkinci islahat proqramı adı kollektivləşdirmədir. Kollektivləşdirmə 20-ci illərin birinci yarısında başlasa da, amma kütləvi olaraq rəsmən 1929-da başladı. Kollektivləşdirmə. Kollektivləşdirmə nə idi? Artıq İnsanların, kəndlərin, həyətyanı sahəsi və bütün əlindəki əmlakı dövlət naminə müsadirə olunur və kolxoz və savxoz dövlətin bir müəssisələri yaradılır. Kəndlər isə, bütün əhali isə orada işlədilməyə məcbur edilir. Beləcə. Kollektivləşdirmənin nəticəsində dövlət nə əldə edir? O, kəndləri elliklə toplum olaraq
istismar etməyi öyrənmiş olur. Çünki kəndin bütün mal-qarası dövlət üçün müsadirə olunur, hər bir şeyi onun əlində heç nə qalmır. Həmin o müsadirə olunanlarla kəndin mərkəzində kolxoz və savxoz adlı bir təsərrüfatlar qurulur, komplekslər. Və hamısı orada planlı olaraq maaşa işləməyə başlayır. Kollektivləşdirməyə gedişatında artıq kartoçka sistemi tətbiq olunur. Kartoçka o idi ki, çörək artıq satışı qadağanı olunur, zəruri ərzaq məhsulları artıq kağız verilir insanlara və o kağızla aylıq olaraq limit yazılır ki, hansı ailəyə nə qədər, belə deyək, çörək verilməlidir və zəruri ərzaq məhsulları verilməlidir. Bunun nümunəsi olaraq biz səhv etmirəmsə, Şərikli çörək kinosunda idi. Orada talon kağız var idi, həmin oğlan gedib alır onu, gətirir çörəyi, məhəllə yoldaşlarına ilə bölürlər, kəsir yeyirlər. Kollektivləşdirmə illərində isə 1932-ci ildə, çünki kollektivləşdirmə rəsmən 1929-da başlayıb, 30-cu illərin ikinci yarısında bitir, qələbə ilə bitir təbii ki. Dedik ki, kartoçka sistemi tətbiq olundu 29-cu ildə başlayan kimi. 1932-də isə kollektivləşdirmənin gedişatında pasport sistemi tətbiq olundu. 1932-də. Pasport nə idi? Artıq insanlara SSR vətəndaşlığı pasportu verilirdi. Kimlərə verilmədi? Kolxoz və savxozlara, yəni kənddə yaşayan əhaliyə. Bu isə nə deməkdir? Bu demək idi ki, artıq SSR-də təhkimçilik bir növ bərpa olunur. Niyə? Pasportu olmayan kəndlərə, şəhərə getmək məhdudiyyəti qoyulur. Beləcə 50-ci illərin sonuna qədər, Xruşova qədər insanlar, belə deyək, kəndlə şəhər arasındakı o gedişləriz pozulur, məhdudlaşdırılır. Bu da 32-ci ildə olmuşdur, pasport sistemi ilə. Sonra isə gəlir mədəni quruculuq, növbəti islahat proqramı. Mədəni quruculuğa görə artıq SSR təhsili, bütün belə deyək, incəsənəti, hər şeyi özünə tabi etməlidir və özünə xidmət edən sədaqətli insanlar yetişdirməlidir. Propagandası idi. Bu, təbii ki, təhsildən, məktəbdən başlamalıdır. SSR sadiqlik propagandası. Və sonuncu olaraq isə ən dəhşətlisi kütləvi repressiyalar idi. Stalin hakimiyyəti, Stalin sərt diktatura, sərt hakimiyyət, tək parçalı qurmaq üçün repressiyalar. Ona zidd olan, nəinki zidd olmayan ziyalı təbəqəsini 30-cu illərin ortalarında başlayır. Repressiyanın ən qızğın çağı 1936-37-ci illərdə olur. Ölkənin çoxsunu insanların hardasa 30%-nə qədər məhv edir və bununla da o konkret olaraq 30-cu illərin birinci yarısında sərt totalitar rejim qurmuş olur repressiyanın nəticəsində. Sonra həmçinin nəzərə salır 1933-cü ildə SSR-ni Amerika Birləşmiş Ştatları rəsmən dövlət kimi tanımış olur. Ardınca 1934-də SSR Millətlər Cəmiyyətinə nə olur? Daxil olmuş olur. 30-cu illərin ikinci yarısında SSR Avropada kütləvi kollektivlik, belə deyək, proqramı ilə sürürdü. SSR bildirirdi ki, Avropada kütləvi bir kollektiv proqram yaradılmalıdır. Lakin Böyük Britaniya, Fransa SSR-in bu fikrindən sonra yanaşırlar. Ona görə 30-cu illərin sonunda SSR Almaniya ilə yaxınlaşdı. Beləcə 1939-un avqustunda SSR ilə Almaniya arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu paktın əsas mahiyyəti o idi ki, bir-birini hücum etməməlidirlər. Gizli pakt isə nə idi? Avropada, Şərqi Avropada nüfuz dairələri bölüşdürüldü bu iki dövlət arasında. Və 1939-40-cı illərdə SSR uzaq şərqdə Yaponiyanın işğalçılıq, təcavüzkarlıq siyasətini keçirdirdi. Yaponiya 39-40-cı illərdə Monqolistana hərbi müdaxilə etmək istirdi və SSR ordusu onu məğlub etdi. Bundan sonra artıq SSR əmin olur ki, şərqdə ona qarşı bir hücum edici qüvvə olmur. Bundan sonra qərbə, Avropaya yönəldir öz məqsədini təbii ki. Və beləcə 1939-1940-cı illərdə SSR qış müharibəsinə başlayır. Balkan ölkələrdə o əksər ərazini Finlandiya hücum edir, Rumıniyadan Bessarabiyanı alır, həmçinin Estoniya, Latviyanı da işğal edir. Yalnız Finlandiya öz müstəqilliyini qoruyur və bu SSR-nin işğalçı siyasətinə görə onu Millətlər Cəmiyyətindən xaric edirlər 1939-cu ildə, qovulmuş olur rəsmən. Bu dərsdə nələrə fikir verməliyik əsasən? Biz dedik ki, nə danışdıq? Rusiya Respublika elan olundu 1917-nin sentyabrında yenə də inteqrasiya edirik. Ölkələrdə ilk respublika elan olması. İlk respublika Roma idi, eradan əvvəl 509-da, ardınca 1649-da İngiltərə Respublika elan olunur. Həmçinin Amerika Birləşmiş Ştatları 1776-cı ildə 4 ildə respublika elan olunur. Fransa 1792-ci ildə respublika elan olunur. Həmçinin deyə bilərik Azərbaycan 1918-də, Almaniya 1918-də, həmçinin biz Çin 1911-13-cü illərdə respublika elan olunur. Türkiyə 1923-cü ildə respublika elan olunur. Həmçinin deyə bilərik ki, Rusiyada konstitusiya qəbulu. Dedik ki, 1918-ci ildə
Azərbaycanda isə konstitusiya qəbulu 1995-ci il noyabrında, Osmanlıda 1876-da, Yaponiyada 1889-da, həmçinin deyə bilər ki, konstitusiya qəbulları olub bu Amerika Birləşmiş Ştatlarında 1787-ci ildə, həmçinin Fransada konstitusiya qəbulu olub bu 1791 və 1795-ci illərdə və başqa konstitusiya qəbulları Türkiyə Cumhuriyyətində 1924-cü ildə olmuşdur. Digər məsələlər, burada nələrə diqqət etdirməliyik? Biz dedik ki, SSR-nin ilk konstitusiyası 1924-də qəbul olundu. Lakin Rusiya SFSR-nin 1918-də. Bunlar fərqlidir. SSR-nin konstitusiyası qəbul olunduğu ildə digər ölkədə, Türkiyə Cumhuriyyətində də 1924-də konstitusiya qəbul olunmuşdur. Və bununla da biz tam olaraq SSR mövzusunu bitirmiş oluruq.